Mehbarə Muxtar qızı təyyarə qəzasında dünyasını dəyişən Hökümə Əliyevanın həyat yoldaşının adından qələm alır ki, nə biləydim, bu gecə son görüş olacaqdır. Sevgilim gözlərimə son dəfə baxacaqdır. Ulduz olub səmadan əbədi axacaqdır. Hər kəsin ürəyində daim yaşayacaqdır. Kaş ki mən həmin günü o gecəni yatmazdım. Tutup bərk əllərindən əlini buraxmazdım. Günahkar mən olmuşam. Yar, səni oyatmazdım. Özüm səni ölümün qucağına atmazdım. İndi yarımın ruhu mənə səmadan baxır. Dönübdü göz yaşıma hər gün gözümdən axır. Ölümün hər bir kəsin qəlbini yandırıb yaxır. Zalım fələk nə üçün sevənlər ayırır? Axı məzar yaraşmır sənin cavan ömrünə. Çiçəklər gətirirəm məzarının üstünə. Gülüm, dözə bilmirəm mən sənin həsrətinə. Sevgilimin yanında bir qarış yer ver mənə. Cüt olsun məzarımız, bizim məzardaşımız. Burada baş daşında da qoşa olsun adımız. Necə ki qoşa qaldı qəlbdə arzularımız. Qoşa xatırlasınlar bizi bütün xalqımız.